Mədinə üləması ilə Məkkənin üləması mübahisə edirlər. Üləma İslamın aliminə deyirlər. İslam Peyğəmbəri buyurur ki, Üləma-u ümməti əfsəl min ənbiya bəni İsrail. Mənim ümmətimin alimi bəni İsrail peyğəmbərlərindən fəzilətlidir. İki üləma mübahisə edirlər. Mədinə üləması, Məkkə üləması. Bunlar gəlirlər Həzrəti Əli əleyhissalamın yanına, xəlifə-i müsliminin yanına. Mədinə üləması buyurur ki, ya əmirəl-müminin, sən görürsən bu adam nələr danışır? Əgər İslam Peyğəmbəri sağ olaydı, bunun dediklərini eşidəydi, Peyğəmbər buna ölüm hökmü verərdi. Həzrət baxır ki, bunlar ikisi də üləmadır. Deyir, axı o üləmadır, o alimdir, o nə danışır? Mədinə üləması buyurur ki, ya əmirəl-müminin. O adam deyir ki, mən namazı qılanda namazı rükusuz, səcdəsiz qılıram. Mənim namazımda rüku səcdə yoxdur. Rüku budur ki, insan əylər, əllərin dizlərinə çatdırar və yaxud dizlərindən tutar. Səcdə budur ki, alnın qürbətən iləllah səcdiyə qoyar. Deyir, mənim namazımda rüku səcdə yoxdur. Həzrət soruşur, o adam sonra nə deyir? Mədinə üləması buyurur ki, ya əmirəl-müminin. O adam deyir ki, mən azançının başını kəsib, onun ətindən istifadə eləmişim. Həzrət soruşur, o adam sonra nə deyir? Mədinə üləması buyurur ki, ya əmirəl-müminin. O adam deyir ki, mən dünyada Allahın nurundan qaçıram. Həzrət soruşur, o adam sonra nə deyir? Mədinə üləması buyurur ki, ya əmirəl-müminin. O adam deyir ki, mən fitnə fəsadı dünyada hər şeydən çox sevirəm. Həzrət soruşur, o adam sonra nə deyir? Mədinə üləması buyurur ki, ya əmirəl-müminin. O adam bir də deyir ki, mən heyvanı kəsəndə onu üzü qibliyə tutmuram. Mən heyvanın başını kəsmirəm. Onun qarnını yarıram, ətindən istifadə edirəm. Həzrət baxır, deyir ki, o adam çox qiymətli sözlər deyir. Sən onu başa düşmədin. Mədinə üləması buyurur, ya əmirəl-müminin. Axı, o adam nə deyir? Həzrət buyurur ki, o adam ki, deyir, mən namazı qılanda namazı rükusuz, səcdəsiz qılıram, o adam meyit namazından danışır. Meyit namazı rükusuz, səcdəsiz qılınar. Meyit namazında rüku, səcdə yoxdur. O adam ki, deyir, mən azancının başını kəsib ətindən istifadə eləmişəm, o adam xoruzdan danışır. Xoruzun birinci bana azandır. Muğni Mərdəbili yazır ki, xoruz azancıdır, vəli, başında min bəlası var. Azan zamanı səslənir, o səs həmən namazıdır.